İnşallah hər vaxtınız xeyir. Deməli, bu dövrdə biz milli özünü dərkə qayıdış və istiqlalçılıq mərhələsindən danışacağıq. Bu dövr 1960 və 1980-ci illərə əhatə eləyir və hələ ki ümumən Sovet hakimiyyəti illərinə aiddir. Bu dövr iki dövrə ayrılır: milli özünü dərkə qayıdış və istiqlalçılıq dövrü. Və bu dövrdə həmçinin 60-cılar adlanan bir nəsil də fəaliyyətə başlayır. Milli azadlıq ədəbiyyatının yaradıcıları Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və digərləridir. Bunlar milli özünü dərkə qayıdışın ədəbiyyatımızın əsas qoluna çevrilməsində mühüm rol oynayıblar. Bu dövr müstəqilliyə qədər davam eləyib. 60-cılar ədəbi nəsli onların gəlişi ilə söz sənətimizdə sosializm, realizmi ədəbiyyatın xarakterini dəyişir. Ədəbiyyata gələn gənc qüvvələr adi əhvalatı, sadə insanı ədəbiyyatın ön mövqeyinə çəkirlər. Bu dövrdə istehsalat romanları, sosializm yarışı, qaliblərin obrazının yaradılması, ideoloji xarakterli çağırışlar özünü qoruyub saxlayır. Yeni ədəbi nəsil ilk dövrlərdə kəskin tənqidə məruz qalır. Əsərləri sosializm, realizm metodunun tələblərinə cavab vermir, sosializm realizmini birbaşa inkar eləmirlər. Hələ oradan tam çıxmırlar da, belə deyək. Həyata, insana, gerçəkliyə sədaqətlə yazmaqda davam edirlər. Əsərlərində sosializm cəmiyyətindəki mövcud vəziyyəti tənqidi münasibət var. Cəmiyyətin həyatında mənəvi böhran, həyəcan təbili çalınırdı. Bütün bunlar Azərbaycan ədəbiyyatında ən yeni dövrün böyük başlanğıcı idi. İctimai quruluş dəyişməmişdi, amma ciddi keyfiyyət dəyişikliyi var idi. Bədii söz Sovet ideologiyasından xilas olunurdu. Söz özünün ədəbi missiyasına qayıdırdı. Nəsrdə biz Anar, Elçin, Maqsud İbrahimbəyev, Yusif Səmədoğlu, İsmail Əlikzadə, Mövlüd Süleymanlı və s. digərlərini görmək olar. Məsələn, Anarın Ağ Liman, Dantenin Yubileyi, Elçinin Gümüş Furqon, Baldadaşın İlk Məhəbbəti, Mirzə İbrahimbəyovun ondan yaxşı qardaş yox idi. Poeziyada Əli Kərim, Fikrət Qoca, Fikrət Sadə, Vaqif Səmədoğlu, Cabir Novruz kimi insanları görməyi bilərdik. Bizə Əli Kərimin Qaytarana borcu, Cabir Novruzun insan himnləri əsas burada yer tuturdu. Dramaturgiyada yeni ədəbi nəsil məzmun və forma axtarışı ilə də seçilirdi. Burada Qobustan toplusu həmin orada ədəbi nəsli öz ətrafında birləşdirirdi. Beləliklə 60-cılar ədəbi nəsli ədəbiyyatın aparıcı qüvvəsinə çevrildi. Bu dövrdə ədəbiyyatşünaslıqda 60-cılar nəsli elmi nəsli yetişdi. Yaşar Qarayev, Arif Hacıyev, Akif Hüseynov, Şamil Salmanov, Asif Əfəndiyev və s. 60-cı illərin sonu, 80-ci illərin əvvəllərində ədəbiyyatımızda dəyişikliyin baş verməsi ümumilli lider Heydər Əliyevin hakimiyyət illərinə təsadüf edir ki, soykökə tarixə dönüş olur, milli ədəbiyyat və mədəniyyət dövlət səviyyəsində himayə olunur, söz sənəti meydana genişlənir. Və bu dövrdə artıq milli özünü dərkə qayıdış prosesi baş verir və hələ 70-80-ci ədəbiyyatımızda milli ruh və vətəndaşlıq mövqeyi güclənmişdir. Milli istiqlal ədəbiyyatımızda danışanda bu 80-ci illərin sonundan müstəqilliyə qədərki dövrdə milli azadlıq ideyaları ön plana çəkilib. Bu çağırılış ədəbiyyatın poeziyanın dili ilə səslənib, ədəbiyyatda ana dil uğrunda mübarizəyə, ana vətənin istiqlalı ideyasını əks elətdirib. Və məsələn, Bəxtiyar Vahabzadənin 80-ci illərin axırları, 90-cı ilin əvvəllərində Bəxtiyar Vahabzadənin Şəhidlər poeması, Məmməd Arazın Qalx Ayağa Azərbaycan şeiri, Xəlil Rza Ulutürkün Lefortova zindanında yazılmış şeirləri, Sabir Rüstəmxanlı Ömür kitabı, Rüstəm Behrudinin Dar ağacı şeiri milli azadlıq himni kimi səslənmişdir. Və ümummilli ideallar Azərbaycan dövlətinin müstəqilliyin qələbəsi ilə məqsədinə çatır. Lakin bununla belə qələbədən doğan sevinci dərhal xaos qarşılığı əvəz eləyib, müstəqilliyi itirmək qorxusu yaranıb və s. və əlaxır. Və biz bunu əsərlərimizdə görəcəyik. İsa Hüseynovun Zəhər əsəri, bunu mən sizə indi təhlilini danışacağım ki, burada əsas məqamlar nələrdir? Biz görürük ki, burada əsər meşədəki sükutun təsviri ilə başlayır. Yəni, hadisələr payız fəslində baş verir, meşədəki sükut. Meşəbəyi Mir Qasım atın üstündə qəmli səslə oynaq mahnı ifa edir. Təzaddır bu. O qəlbindəki kədərə qalib gəlmək üçün Aşıq Ələsgərdən Çərşənbə günündə çeşmə başında düşdü rədifli qoşmasını oxuyur. Deməli, Aşıq Ələsgərdən nə oxuyur? Çərşənbə günündə çeşmə başında düşdü rədifli qoşmasını. Kədərinin səbəbi bu gün meşə ilə vidalaşması idi. Ona görə təzad deyirdi orada. Bundan sonra yadından bir bayatı düşür. Ancaq o bayatını neyniyir? O
oxumur. Çünki kədərli mövzuda idi. Bel çantası çəkməsi artıq ona narahatlıq verir. Çünki meşədən ayrılmaq ona ağır gəlirdi. Qoca palıdın adı çəkilir. Bu isə meşənin qədimliyinə xəbər verir. Deməli, meşənin qədimliyinə nə xəbər verir? Qoca palıd. Meşəbəyi 60 yaşında ilk dəfə öz-özünə danışmağa başlayır. 60 yaşında bir dənə fikir verin. Başqa hansı əsərdə var idi? Atına müraciət edir. Nitqindən məlum olur ki, sabah 3-cü gün olacaq. Lent kəsiləcək, şülüz açılacaq, su gələcək və meşə suyun altında qalacaq. Meşəbəyinin atı yerişini dəyişmişdi. Meşəbəyi ilk bunu sezir. Meşəbəyin 3 oğlu var. Bir oğlu raykom katibidir, biri Bakıda oxuyur. 10 illik qurtarmış balacası isə bənd ikincisində işləyir. Biri raykom katibi, biri Bakıda oxuyur. 10 illik bu il qurtarmış balacası bənd ikincisində işləyir. Artıq at öskürməyə də başlayıb. Bu meşəbəyini narahat edir. Lakin böyük itkisi bunu meşəbəyə unutdurur. Meşənin su altında qalması böyük itki idi. Meşəbəyi göy ürgənin onun dərinə şərik çıxdığı üçün belə etdiyini düşünür. Bilmir, yəni öncədən hələ. Atına müraciət edərək suyunu əfsər olmasını qeyd edir. Bu yolla özünə təsəlli verməyə çalışır. Meşəni su altında qoyanların öz balaları olduğunu bildirir. Onların yeni meşələr salacağına inanır və 100 yaşında da olsa o meşələrdə meşəbəylik edəcəyini deyir. Yenə oxumağa başlayır. Bu dəfə Aşıq Abbasın Eyləsin rədifli gərəlisini oxuyur. Əvvəlcə Aşıq Ələsgər sözü Aşıq Abbasın. Gərəlinin son misrasını dəyişiklik edir. Qubar eyləsin əvəzinə Nübar eyləsin deyir. Öz-özünə deməli tam eyni olduğu kimi demir də dəyişikliyə məruz qoyur onu. Öz-özünə qəhqəhə çəkib gülür ilk dəfə bu hissədə. Ürgə bir də büdrəyir. Meşəbəyə bu dəfə dilə gəlir. Deyir, hər şeyin heyfini səndən çıxaram. Hətta bir şallaq da ata vurur. Lakin başqa vaxt bu cür etməyən Ürgə heç yerindən də tərpənmir. Meşədəki sükut yenidən xatırlanır. Ürgə qəfil dayanır. Heç vaxt belə etməzdi. Meşəbəyə hələ də başa düşə bilmir. Ətrafa baxır. Atın tapqırlarını yoxlayır. Lakin heç bir səbəb tapmır. Yəhərdən yerə atılıb atın ağzında sarı köpük görür. 2 dəfə onu silib qoxulayır. Samsaq iynə oxşayan iyi gəlir ondan. Göy ürgə hardasa asırqal yeyib zəhərlənmişdi. Meşəbəyi asırqanın zəhərli bitki olduğunu və bir tədbir görməsə bunun pis nəticələrini bilirdi. Asırqal bu meşədə rast gəlinməzdi. Ona görə meşəbəyi neyniyir? Tərəddüd edir. Lakin ürgənin bədənindəki dəyişiklikləri görəndə buna əmin olur. Ürgə gözlərini sahibinə dikib ondan kömək istəyir. Meşəbəyi onu dərinə çağrı etmək üçün 2 kilometr aldakı safxoza gedir. El arasında ora it safxozu deyilir. Çünki burada əvvəllər su iti saxlayırlarmış. Lakin safxoz köçürülmüşdü. Orada 2 alaçıq var. Bu alaçıqlarda safxoz direktorunun qaynatası Daşdəmir kişi Kürəkənin özünü və bir neçə safxoz işçisinin mal-qalsını saxlayırdı. Mirqasım əvvəl Daşdəmiri görmür. İtlər hürəndə Daşdəmir əvəzinə boz şılapalı, uca boy, şəhər zilasına bənzəyər bir adam çıxır. Mirqasım onu tanımır, lakin tanış olmağa vaxtı yoxdur. Əslində, belə şəhər ziyalıları münasibət qurmağı sevirdi. Meşəbəyi Adəmi qabaqlayır və bir vedrə süd lazım olduğunu söyləyir. Gələcək gün əsərində də zəhərlənmənin qarşısını almaq üçün qatıq axtarmaq var. Daşdəmir soruşur, Daşdəmirin səsi gəlir. O Mirqasıma təhənə edir, ona meşəbəylik çağının bitdiyini xatırladır. Qaraca çoban adını çəkərək, yoxsa onun kimi ağacları belinə şəlləyib aparacağını soruşur. Deməli, hansı kimin adı çəkilir? Qaraca çoban kitabda da Qorqudda süd olmadığını söyləyir. Mirqasım ürgənin əldən getdiyini, vaxtı olmadığını deyir. Atın oğlu bərabər adlandırır. Deməli, at nədir? Oğul bərabəri. Gənc kənarda siqaret çəkirdi. O meşəbəyinin baxışlarına vəziyyəti başa düşür və gedib bir vedrə süd gətirir. Onun ardınca baxanda meşəbəyi meşənin itkisini bir daha xatırlayır. Az qala göy ürgəni unudur. O südü gətirdiyi müddətdə Daşdəmir meşəbəyinin oğlunun raykom katibi olduğunu dilə gətirir. Onun çoxlu pullu olacağına işarə verir. Meşəbəyi boş qalmayıb, onun da yeznəsinin vəzifədə olduğunu xatırladır. Lakin Daşdəmir torbamın dibi deşikdir deyib, normadan artıq malqara saxladığı üçün hər kəsə, hətta Mirqasımın özünə də rüşvət verdiyini söyləyir. Orada qonaq eləməyi nəzərdə tutur o. Oğlan dolu vedrə ilə gəlir. Mirqasım vedrəni götürəndə atın necə sağalmağı xəyallarını qurur və həmin anda Daşdəmir ayağı ilə südü aşırır. Süd tökülür. Bu hərəkətlə öz mənəviyyatsızlığını nümayiş edən Daşdəmir buna qəsd etmədiyini söyləyir. O ürgəni maşına tay tutur. Oğlanların sənə maşın alsın deyir. Meşəbəyi pul təklif etmək istəsə də özünü sındırmadı. Geri qayıtdı.
Artıq iş işdən keçmişdi. Ürgə yerə uzanmışdı. O gözlərini əbədiyyən yumdu. Mirqasım onun yüyənini, tapqırlarını açdı ki, atın cəsədini əzməsin. Özü isə el yoluna uzaq cığırla addımladı. Meşədə sükut pozulmuşdu. Artıq külək əsirdi. Meşəbəyinin üstünə xəzəl yağırdı. Meşədən çıxanda o ömründə ilk dəfə yorğunluq hiss edirdi. Deməli, ilk dəfə yorğunluq hiss edib çıxanda. Yəni vaxtacan yorğunluq olmayıbdı onda. Vaxtı keçmiş qoca kimi hıqqıldayırdı. Bir qədər yol gedəndən sonra yəhəri yerə qoyub üstündə oturdu. Geriyə çevrilib meşənin səsinə qulaq asdı. Deməli, bizə buradan məlum olur ki, epik növdədir, hekayə janrındadır, təhkiyədir. İnsan və onun təbiətə münasibəti, ideyası isə təbiəti onu sevən xeyirxah insan ilə qoruna bilər. Problem isə insan mənəviyyatının təmizliyidir. Çünki biz bayaq 60-cılardan danışanda o mənəviyyatı çürük insanların ətrafa vurduğu ziyanlardan, problemlərdən danışdıq. Lirik parçalardan hekayədə istifadə olunub ki, şifahi xalq ədəbiyyatına aid bəli Aşıq Ələsgər və Aşıq Abbasdan görürük ki, ölümün asılqan sayılmış məqamı məchuldur. Daşdəmir meşənin su altında qalacağı bildiyi üçün əsl simasını Mirqasıma göstərir. Daşdəmir hər şeyi pulla ölçən mənfi obrazdır. Daşdəmir intiqamına səbəb Meşəbəyinin öz işini vicdanla görməsi olub. Deməli, Azərbaycan, dünyam mənim şeiri. Deməli, Azərbaycan qayalarda bitən bir çiçək. Azərbaycan çiçəklərin içində bir qaya. Mənim könlüm bir torpağı vəsf eləyərək Azərbaycan dünyasından baxar dünya. Hansı dünyadan? Azərbaycan dünyasına. Azərbaycan mayəsi nur, qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər. Nə ola bilər? Daşından alov dilli ox ola bilər. Azərbaycan deyəndə ayağıdır. Ayağıdır nə deyəndə Azərbaycan? Durmasa nə ola bilər? Füzulinin ürəyinə toxuna bilər. Oğulları kül gəzdirər biləklərində. Oğulların göz ataşı gözəl əridir. Azərbaycan səhərinin bəbəklərində qütb ulduzu, dan ulduzu gözəlləridir. Tariximdə qara xətli hicri miladi qılıncların qan ağzı ilə yazılmadımı? Babaların boz çöllərə bənzər muradı qızıl bayraq dalğasını yaz almadımı? Deyir ki, tariximə qara xətli hicri miladi qılıncların qan ağzı ilə yazılmadımı? Babaların boz çöllərə bənzər muradı qızıl bayraq dalğasını yaz almadımı? İllər olub kürələrdə dəmir olmuşuq. Sərhədlərdə dayanmışıq küləkdən ayıq. Od gölündə, buz çölündə gəmi olmuşuq. Biz Bakının ilk səadət carçılarıyıq. Min illərlə zülmətlərlə yollar açdı. Dalğalandı sabirlərin ümman dünyası. Kimin? Sabir. Azərbaycan qatarı da yollara çıxdı. Dağlandı qoca şərqin düman dünyası. Hansı dünyası? Qoca şərqin düman dünyası. Azərbaycan mayəsi nur, qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyəndə ayağı dur ki, ana yurdun ürəyinə toxunula bilər. Lirikdir, bənddir, dörtlük deyəcək, sayı 13-dür, heca vəznindədir. Daxil bölgü 4-4-5-dir. Çarpaz aşma qafiyə var, mövzusu Azərbaycandır. Yəni, Azərbaycanı vəsf etməkdən doymur. O dünyaya Azərbaycan dünyasından baxır. Mayəsi də, qayəsi də nur olan Azərbaycan hər daşından alov dilli ox ola bilər. Azərbaycan oğulları biləklərində kül gəzdirə bilən igidlərdir. Həm əvvəldə, həm sonunda da insanlar Azərbaycan deyiləndə ayağa durmağa səsləyir. Burada Füzulinin ana yurdunun ürəyinə toxunmasından danışılır. Və bir də Əsgər məktubudur. Deməli, Əsgər məktubu ilə qaytar ana borcunu. Bunlar da rahat olanlardır. Keçən son gecəsinə qədər. Ondan sonra isə növbəti də keçən son gecəsi. Deyir, Əsgər məktubları alıram hərdən məhəbbət, cəsarət, dəyanət dolu. Deməli, Əsgər məktubları necədir? Məhəbbətdir, cəsarət, dəyanət doludur. Neçə tərifçinin təriflərindən bir Əsgər məktubu gərəkli olur. Əsgər nə istəyir? Əsgər bir təzə nəğmə, nəğməsiz darıxır əsgər tüfəngi. Bir əsgər qəlbində qopan zümzümə bir vətən daşını isidəcəkdir. Bir əsgər yazır ki, sərhədçiyəm mən, əlimdə tüfəngdir, dilimdə şeir. İnamla, qeyrətlə qorunur vətən, bunlarsız silahsız, silahlar lalkardır deyir. Bir nəğmə əsgərin dodaqlarında sərhəd küləyinə həm söhbət olar. Bir nəğmə əsgərin barmaqlarında tətiyə söykənən cəsarət olar. Əsgər məktubunda torpaq göyərir, meşələr uzanır üfüqlərəcən. Deməli, əsgər məktubuna göyərir torpaq. Meşələr də uzanır üfüqə qədər. Əsgər məktubunda bir dağ göyərir. Ətək də vətəndir, zirvə də vətən. Əsgər məktubunda quş səksəkəsi var. Əsgər məktubunda qaya təmkini var. Bir nişan həsrəti, bir toy həvəsi, hər sətri keşikçi nizası kimi. Əsgər məktubunun cavabı çətin, cavabı asan,
tezad var burada, yəni tezən təzad. Yetişməz əskərə söz məhəbbət, yetişməz sözlərin əgər olmasa, bu məhəbbət də deyir ona yetişməz. Lirikdir, bənddir, dörtlükdür, çarpaz qafiyədir, tərənnümdür, məhəbbət, cəsarət, dəyanətlə doludur əskər məktubu, tərifçilərin tərifindən gərəklidir, əskər nəğmə istəyir, onun tüfəngi nəğməsiz darıxır, sərhədçi əskərin dinə şeir, əlində tüfəng var, o vətəni inam və qeyrətlə qoruyur. Müəllif deyir ki, nəğmə əskərin əlindəki tətiyə söykənən cəsarətdir. Əgər sözlənən əskər olmasa, onda o əskərə yetişməz. Növbəti isə qaytar ana borcunudur. O da iki hissədən ibarətdir. Deyir, bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd uğursuz günü ərinin öldüyünü bildirmədi heç ona. Yəni ana oğul böyüdür, amma onun öldüyünü bildirmir. Kədəri dalğa-dalğa doldusa da ürəyə, lakin nə saçı olaraq verdi əsən küləyə. Nə şivən etdi ana. Ürəyində ağlayıb gülmək öyrətdi ona. Yəni ana kədəri dalğa-dalğa olsa da, nə saçını yolur, əsən küləyə verir, nə şivən eləyir, ürəyində ağlayır, ona evladına gülmək öyrədir. Gizlədi bax ona. Dözərək davanın dərdinə, bəlasına öz boğazından kəsir, yedirdi balasına. Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə bir oğul böyütdü ki, oğul deyirəm sənə. Oğulun burada fizioloji quruluşu artıq təsvir olunur. Atlını altdan salıb kirəklərlə ötüşür, baxışından qızların ürəyinə od düşür. Bir oğul böyütdü ki, oğul məktəb bitirir artıq. Oğul instituta qızıl medalla girir, məktəb bitirir, instituta girir qızıl medalla. Ana fikirləşir, gör neçə ay getdi. Ana yuxularında tez-tez Bakıya getdi. Ana məktubunda yazdı ki, yanıltma gümanımı, pul nədir, pul deyirsən, göndərərəm canımı. Nə zaman ki oğlunun getdiyi 4 il oldu, məktubları kəsildi. Artıq 4 ildən sonra nə baş verir? Məktubları kəsildi, gəlmədi, tətil oldu. Ananı fikir aldı, ananın əsli dizi. Ana müqəssir etdi tramvayı, dənizi. O yenə dözdü, durdu. O yolmadı saçını, səslədi qonşuları, əsmər, çiçək bacını. Yenə də azalmadı. Ürəkdən bala dərdi. Onlar oğul vermədi, onlar təsəlli verdi. Birinci hissənin artıq sonuna çatırıq. Məktub dalınca axdı, Bakıya axdı, çox göndərib də. Ana da məktubların dalınca baxdı. Məktublarsa Bakını dolandı, gəzdi, gəldi. Məktublar əzik-üzük, məktublar bezdi, gəldi. Yəni heç kim baxmırdı o məktuba. Ana yenə də baxdı, gah dolaman yollara, gah da oğul boyuna həsrət qalan qollara. İkinci hissə. Ana oğul böyütdü, gür çatmaqaş gensinə. Ana oğul böyütdü, özgəyə qismət oldu. Ana fikirləşdi ki, mən nə eləmişəm sənə? Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu. Ana bilsəydi, əgər böyütməzdi oğlunu, yox, bunu yandım dedim. Yəni atmazdı onu. Bunu kim deyir? Artıq müəllifin sözü də bu. Bir gözəl, bir sevimli oğul böyütdü ana. Ürəyində ağlayıb gülmək öyrətdi ona. Oğul, nədir etdiyin bəs bu haqq say üçün? Qaytar onun ömrünə neçə gecə, neçə gün. Qaytar onun saçının qaranlığını geri. Qaytar o dilindəki şirin-şirin sözləri. Qaytar o sözü, o söhbəti, gülüşü anam verib. Ana dodaqlarından bala dodaqlarına indi ondan gen gəzən oğul ayaqlarına yerişini anan verib. Qaytarsan o sözləri sözsüz bir lal olarsan. Qaytarsan o yerişi yerindəcə qalarsan. Qaytarsan o gülüşü hırıldamazsan daha. Qaytar onları. Qaytar qoyma sabaha. Sən ki dərd verdin oğul sənə gülüş verənə. Oğul demərəm sənə, deyirəm ki o boyu buxunu qaytar geri. Deyirəm ki varını yoxunu qaytar geri. Qaytar onun borcunu, gülüşünü, adını, sözünü qaytar geri. Qaytar ana borcunu. O borc sənin özünsən, özünü qaytar geri. Deməli, lirik növdə anaya məhəbbət, əsərdə ana xüsusi məhəbbətlə yaradılıb, ərini itirib dedik. Ananın başına gələn müsibətləri görürük, tək evladını böyüdür. Ürəyində ağlasa da yenə də oğluna gülmək öyrədir. O yuxularını tez-tez Bakıya gedir, yəni yuxuda Bakını və oğlunu görür. Oğlunu günahkar bilmir, onun inamı sonsuzdur. Orada müəllifin dilindən biz görəcəyik onu günahlandırma. Oğul nankordur, ana bu qəzədə qarşı qədirsizdir, instituta qızıl medala daxil olur. İnstitutu bitirməyə yaxın Bakıya getdiyin 4-cü ilə başlayaraq anan tamam unudur. Ona adi məktub belə yazmır. Ana yazdığı məktubların sayı azalır. Müəllif ananı sevə-sevə qələmə alır. Ana məhəbbətini, müqəddəsini anlatmağa çalışır. Oğul nankorluğunu qınayır. Oğula qarşı qəzəbi ananın orada görür ki sonsuzdur. Oğula suallar ünvanlayır. Ana borcunun qaytarmasını tələb edir. Müəllifə görə oğlun anaya borcu elə onun nə idi?
özünsən. Əsərdə hadisələri biz müəllifin dilindən verildiyini görürük. Qonşular da orada keçən son gecəsi əsərində də var. Yəni obrazlar, qonşu var orada. Əsmər və C adlı qadınlardır. Bu da milli özünü dərkə qayıdışa yaradıcılığı və ona aid olan kiçik əsərlər. Növbəti dərsdə görüşmək ümidi ilə. Sağ olun.